Salam, hər vaxtınız xeyir olsun. Bugün bu videoda lise və gimnaziyada qəbul imtahanına düşə biləcək tip suallar, riyaziyyat və riyazi məntiqə aid bütün siniflərə uyğun olaraq 4, 5, 6, 7 siniflərə uyğun olaraq riyazi məntiq suallarına izahlarını verməyə çalışacağım. Suallara izahlarına baxmadan öncə özünüz də suallara baxın, özünüz həll etməyə çalışın. Daha sonra izahlara baxmanız daha məqsədə uyğundur. Başlayaq ilk sualdan. 1, 2, 3, 8 rəqəmlərini təkrarlanmamaq şərti ilə 4, 2 rəqəmli ədəd düzəldilir. Bu ədədlərlə bağlı ipucular aşağıda verilib. Bizdən ən sonda nə istəyir? İkinci ən kiçik ədəd tap. Deməli, birinci ipucumuzda ən kiçik ədədin təkliklər mərtəbəsindəki rəqəm onluqlar mərtəbəsindəki rəqəmdən 2 dəfə böyükdür. Biz burada 4 ədəd çəkək. Formada. Bu birinci ədəd, bu ikinci, bu üçüncü, 4, 2 rəqəmli ədəd deyir. Daha sonra ən kiçik ədədin təkliklər mərtəbəsinin rəqəm onluqlar mərtəbəsinin rəqəmdən 2 dəfə böyükdür. Bu nə deməkdir? Təkliklər 2 dəfə onluqdan necə böyük ola bilər? 12 yazsaq və yaxud da biz bura necə yaza bilərik? Başqa 2, 4. Görürsünüz ki, təkliklər mərtəbəli rəqəm onluqlar mərtəbəli rəqəmdən 2 dəfə böyükdür. Sonra 36, bir də 48 bu formada yaza bilərik. İkinci şərtə baxaq. Ən böyük ədədin rəqəmləri cəmi 9-dur. Bu birinci ən kiçik ədədimiz, sonra ondan sonraki və ən sondakında ən böyük götürsək, ən böyük ədədin rəqəmləri cəmi 9-dur. Necə ola bilər? Ən böyük ədəd təbii ki, təxminən 81, 72, 63 bu formada olmalıdır. 54 daha kiçiklərini yazmayaq çünki ən böyük ədəddir. Yəqin ki, alınmaz. Bundan daha kiçik ədəd ən böyük ədəd alınmaz. İkinci ən böyük ədəddə onluqlar mərtəbəsindəki rəqəm təkliklər mərtəbəsindəki rəqəmdən 5% böyükdür. İkinci ən böyük ədəd budur. Çünki bu ən böyükdür, bu da ikinci ən böyük olsa burada nə deyir? Onluqlar mərtəbəsindəki rəqəm təkliklər mərtəbəsindəki rəqəmdən 5% böyükdür. Bu nə anlama gəlir? Yəni, məsələn, ən böyük yazsaq bura 9 yoxdur çünki rəqəmlərimizdə 9 yoxdur. 8, 3 götürə bilərik, 7, 2 götürə bilərik, 6, 1, 5, 0 götürə bilmirik artıq. Çünki 1-dən 8-ə qədər rəqəmlərimiz var. Bu 4 ədəd arasında yalnız bir tək ədəd var. Bu da sonuncu şərtimiz. 4 şərtin 4-ünü də ödəyəcək. Necə? Bir ədədləri tapmalıyıq və ikinci ən kiçik ədədi istəyir. İkinci ən kiçik ədəd isə bax burada dayanıb buradakı ədədi istəyir. İndi başlayaq bəzi fikirlər irəli sürək. Məsələn, ən böyük ədədi 81 götürsək, tutaq ki 81 götürmək istəsək görək alınırmı? 81 götürmək istəsək 8 və 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 və 1 getdi. Daha sonra ona görə 8 1 getdiyinə görə 12 ola bilməz burada. Digərləri hələ ki ola bilir. Bunu əgər 81 götürdüksə, burada 83 ola bilməz və 61 ola bilməz. Çünki 8-i götürmüşdük, 1-i də burada götürmüşdük, ona görə olmaz. 72 qalır, məcburan bura 72 olsa, 2 olduğuna görə artıq 24 də gedir burada. Ən kiçik ədəd 48 olma ehtimalı azdır. Hələ ki 48 də silək. 36 fikirləşək. 36 əgər fikirləşsək burada. Sonra 72 burada fikirləşmişdik. 81 tək ədəd oldu. 72. Daha sonra 36 və 4 və 5 qalıb. 4, 5 qaldığı üçün biz görürük ki, cüt ədəddir. Cüt. Burada da cüt. Burada təkimiz olduğu üçün artıq sona 45 yox, 54 qalır. İndi ardıcılığımız uyğun gəlirmi? 36 ən kiçikdir. Sonra ondan sonra kiçik 54, 72, 81. Bütün qanunlar, bütün qaydalar ödənir. İkinci ən kiçik ədəd tapdıq, 54 A variantı. Keçirik ikinci suala baxaq. Yeni deyirəm, sualları izahına baxmadan öncə videonu dayandırıb özünüz həll etməyə çalışsanız daha yaxşı olar. Daha sonra izaha baxsaz. İndi ikinci sualda nə deyir? ABCD düzbucaqlısı 4 eyni kvadratdan və rənglənmiş bir fiqurdan ibarətdir. 4 eyni kvadrat ağ rəngli olan hissəndir və rənglənmiş fiqurda görürük.
F 6 cm, bura 6 cm-dirsə, deməli burada 6-dır. Daha sonra GH 4 cm, deməli burada 4 cm olacaq. Rənglənmiş hissənin sahəsi 124 kvadrat santimetr olarsa, ABCD düzbucağlısının sahəsini tap. ABCD düzbucağlının sahəsini tapmaq üçün birinci A, E, F, B, B, C bunların hər birini tapmalıyıq. Bunun üçün nə etmək lazımdır? Deməli bizə verilən rənglənmiş hissənin sahəsi 124 bizə kömək edəcək bu misalda və ən birinci nə deyir? 4 eyni kvadrat deyir. 4 eyni kvadrat deyirsə, biz bunun bütün tərəflərini x ilə qeyd etsək, çünki hamısı kvadratdır. Bu tərəflərin hamısını x götürsək, bizim işimizə yarayacaq. Hamısını x götürək. Bəli. İndi bundan sonra addımımız nə olacaq? Rənglənmiş hissəni hissələrə bölsək. Rənglənmiş hissəni 5 hissəyə böldüm. Buna olsun S1, S2, S3, S4. Deməli, burada da S5. Gəlin birinci S5-i tapaq. Burada S5 yaxşı yazılmadı. S5 yəni 5-ci hissənin sahəsi anlamında yazıram. S5 tapsaq, rənglənmiş hissə. Biz görürük ki, yuxarıda 6-dır, burada 6 düşür. 4 isə burada 4 düşür. Onda 4 6 burada bir düzbucaqlı əmələ gəlir ortada. Və o düzbucağın sahəsi də 4 vurulsun 6. Artıq birbaşa yazım 24 kvadrat santimetr olur. Bəli, kvadrat santimetr isə yəni 24 alınır. Daha sonra S4 yazacaq. S4-ü necə taparıq? S4-də görürük bir tərəfi 6. Buradan bura 6 görürük. Digər tərəfi x. Deməli 6 vurulsun x götürməliyik. Şərt olaraq. S3. S3 burada yenə 6, bir tərəfi 6. Bilmirik indi uzunluqda endi, amma 6. Digər tərəfi isə x-dir yenə. Yenə 6x. S2 bərabərdir. S2-nin bir tərəfi 4-dür, digər tərəfi x-dir, yəni 4x. S1 də onun kimi olacaq, çünki yenə bir tərəfi 4-dür, bir tərəfi x-dir. Yəni S1 bərabər 4x. Bütün rənglənmiş hissəni biz ifadə etdik. Bütün rənglənmiş hissənin sahəsi 124 kvadrat santimetrdir. Onda biz yazırıq 6x, 6x, 4x, 4x. Ümumilikdə olur 20x üstə gələk 24 bərabərdir. Bizə nə verib? 124. Biz onda burada tənliyi həll etsək, 20x bərabərdir. 124-dən 24 çıxsaq 100. X bərabərdir 5. X 5 tapdıqsa, yəni burada alınan 4 kvadrat, eyni kvadratın tərəflərini 5 tapdıqsa, hər tərəfə 5 yazaq. 5 yazandan sonra biz artıq ABCD düzbucaqlısının, bütün düzbucaqlının ABCD düzbucaqlısının sahəsini necə tapırıq? Təbii ki, asan yolla S bərabərdir. Düzbucağının uzunluğu 5, 6, 5. Necə tapırıq? 16 vurulsun. Düzbucağının eni 5, 4, 5. Yəni 14. Onda S bərabərdir. 16-nı 14-ə vursaq. 16 vurulsun 14. 6 yazaq. 4, 6, 24. 4, 24, 64. 16. Buranı silək. Cavab 4, 2, 2. 224 kvadrat santimetr. O da hansı variantdadır? 224 A variantı. Keçək 3-cü suala. Bir qutuda 1-dən 45-ə qədər nömrələnmiş 45 top var. Bu qutudan nömrələri ardıcıl tək ədədlər olan 7 top götürülür və qutuda qalan topların nömrələri cəmi 804 olur. Buna əsasən qutudan çıxan topların ən böyüyünün rəqəmləri cəmi neçədir? Rəqəmləri cəmi neçədir? Yəni qutudan 7 top götürüləcək və 7 topun ən böyüyünün rəqəmləri cəmi istəyir. Bizə 7 top götürüləndən sonra cəmi 804 verib. Bu bizə təbii ki, kömək olacaq misal tapmaq üçün. 1-dən 45-ə qədər ədədlərin cəmini tapmaq istəyiriksə,
Biz birdən ənə kimi ədədlərin cəmi belə bir düstur bildik ki, birdən ənə kimi ədədlərin cəmini tapmaq üçün n vurulsun n plus 1 bölünsün 2 qaydasından tapırıq. Yəni burada n nədir? 45-ə qədər, birdən 45-ə qədər ədədlərin cəmini hesablamaq istəyiriksə, onda 45 vurulsun 45 üstənilsin 1 bölünsün 2 qaydasından tapırıq. Biz burada nə alırıq? 45 vurulsun, burada artıq 46 alındı. 45 vurulsun 46 bölünsün 2. Daha sonra 45-i 46-ya vurub 2-yə də bölə bilərik və yaxud da burada ixtisar edə bilərik. 45-i 46-ya vurub 2-yə bölsək, yəni birbaşa cavab tapa bilərik. Amma ixtisar edib 46-nı 2-yə bölsək 23. Daha sonra nə edirik? 45-i 23-ə vururuq. 45-i 23-ə vursaq 3 5-im 15, 3 4-üm 12, 13, 2 5-im 10, 2 4-üm 12, 2 5-im 10, 1 yadda 2 4-üm 8, 9, daha doğrusu 5, 3, 9 1 10, 1035. Biz tapdıq ki, 1-dən 45-ə qədər ədədlərin cəmi bu düsturdan tapılır və 1035 alındı. Daha sonra nə edirik? İndi buranı silirəm. Artıq təkrar izləmək istəsəz baxarsınız. 1035 alındı. İndi biz 7 top götürülür və 804 alınır. Deməli, həmin o 7 top 2, 3, 4, 5, 6, 7. 7 top götürüləndə 804 olur. Onda 804 çıxaq. 1035-dən həmin 7 topun cəmini tapaq. 5-dən 4 çıxsaq 1, burada 3, 2, 231. 231-də bu 7 top götürülmüş topun cəmi. Bizə nə deyir? 7 top haqqında məlumat ardıcıl tək ədədlər. Əgər ardıcıl tək ədədlər deyirsə, biz burada 231-i birbaşa asan qaydası odur ki, ortadakı duran ədəd tapa bilərik. Bu asan forma ilə 231 ilə 7-yə bilərik. 7 ədəd olduğu üçün 7-yə bolsa 3 7 21 çıxsaq 2 1 yenə 3 7 21 33. Biz əslində bunu 7-yə bölmək ardıcıl tək ədədlər olduğu üçün biz bu formada ardıcıl üst ədədlər olsaydı da bu formada yaza bilərdik. Natural ədədlər də olsaydı bu formada ortancıl ədəd tapa bilərdik. 33 ortancıl ədəddir. 33 budursa əgər 35 sonra təbii ki ardıcıl tək ədədlər 2 artır. 37, 39. Ən böyüyünün rəqəmləri cəmi. 39-un rəqəmləri cəmi neçədir? 3 və 9 cəm 12. Cavab C variantı. Keçək növbəti suala. 4. 100 natural ədədin hasili 105-dir. Bu ədədlərin cəmi ən az A, ən çox isə B olar. A plus B istəyir. Yəni bizdə 100 natural ədəd bir-birinə vuracağıq və cavab 105 almalıdır. Bu necə anlaya bilərik? 105-in ümumiyyətlə sadə vuruqlarını ayırsaq 105 görək neçədən hansı vuruqlardan əmələ gəlir? 105-i bölsək 3-ə 35, 5-ə bölsək 7, 7-yə bölsək 1. Bu formada 105 hansı ədədlərin hasilindən əmələ gəlir? Bir normalda biri yazaq, biri 105-ə vursaq. Yəni ya bu formada ya da yəni biz digər yolla natural bölənlərini tapıb o formada da baxa bilərik. Hansı ədədlərin hasilindən əmələ gəlir, amma bu formada yazdım, artıq davam edək. Bir 105-ə vursaq 105 alınacaq, amma bizdə digər rəqəmlər də, çünki 100 natural ədədin 100 natural ədədin hası 105 isə deməli orada çoxlu birlər var ki, birləri birə vuranda yenə 1 alınacaq və sonunda da burada neçə dənə 1 olmalıdır? Bu sonuncu 100-cü ədədsə deməli burada 99 dənə 1 olacaq. Bəli. İndi bunu silək 105-ci alalım. Deməli biz 99 dənə 1 bu ədədlərin cəmi. Bu ədədlərin cəmi, yəni 99-dan 1-in cəmi 99, üstünə də 105 gəlsək
99'un üstünə 105 gəlsək 4 0 və 2 204. İlk cəmi aldıq 200, amma ən çoxu və ən az deyir. Hələ davam edirik. Daha sonra 105'i necə əldə edə bilərik? Biraz öncə yazdığımız kimi 105'i 3'ə bölsək 35, 5'ə bölsək 7, 7'yə bölsək 1. Necə qruplaşdırma aparıb digər formada yaza bilərik? Hər birini yazacağım ki, ən çox və ən azını seçməyi bacaraq. Daha sonra biz burada 3, 5, 7 də formasını yaza bilərik və yaxud da 3'ü 5'ə vurarıq 15, 15'i 7'yə vurarıq. Bu formada da davam edə bilərik. Bir neçəsini misal çəkək. Məsələn, yenə birlər çox olacaq, davam edəcək. Ən sayda birlər olacaq. Və burada biz 3 ilə 5'i qruplaşdırıb 3'ü 5'ə vursaq 15, 15'i 7'yə vursaq yenə də 105 edir. Ona görə biz burada 15 vurulsun 7 formasında da yaza bilərik. Və yaxud da 15 vurulsun 7 yox. 5'i 7'yə vursaq 35, 35'i də 3'ə vursaq yenə də 105 alınacaq. Ona görə yenə də ən sayda birlər olacaq və 35 vurulsun 3 kimi yaza bilərik. 35 vurulsun 3. Daha sonra necə qruplaşdıra bilərik? 3 ilə 5'i bir qruplaşdırdıq. 3 ilə 7'ni bir qruplaşdıraq. 3'ü 7'yə vuranda 21. 21'i 5'ə vursaq da yenə 105 alınacaq. Ona görə yenə birlər. 98 dənə 1. Və sonunda 21'i vurarıq 5'ə. İkili formada qruplaşdırdıq. Bu formada alındı. Onların rəqəmləri, bu ədədlərin cəmini tapacağıq. Amma sonda bir də hansı üsul qalıb? Hələ bu formada 3, 5, 7'ni də bir-birinə vursaq. Birlər. Və 3, 5, 7 sonda 3, 5, 7'ni vursaq bir-birinə. Yenə 105 alınacaq. İndi fikir versək. Burada 98 dənə 1 olacaq. 100 ədəd, 100 natural ədədin cəmi hasili 105'dir. 2 dənə də 15 və 7 var. 98 dənə 1'in cəmi 98, 15 ilə 7'nin də cəmi neçəsi alınır? İndi hesablamayacaq hamısını. Sonra burada yenə 98 dənə 1 və 35 3'ü toplayacaq. Neçəsi alınacaqsa siz tapa bilərsiniz. Sonra 98 dənə yenə 1, 21 ilə 5 də toplaya bilərsiniz. Hər hansı bir F ədədi alınsın. Tutaq ki, ən azı A-dır, amma bunu istəyək B-dən falan yazaq. C yazaq. 97 dənə 1, 97 dənə 1, 3, üstəyənsin 3, 100, üstəyənsin 5, 105, üstəyənsin 7, 112. Ən azı burada 112 alınacaq. Digərlərini hesablasaz, bunları da hesablasaz, görərsiniz ki, ən çoxu 204 bu alınacaq. 99 dənə 1, 105 qoysaq 204 alınacaq ədədlərin cəmi. 97 dənə 1, 3, 5, 7 qoysaq isə ən azı 112 alınacaq. Və bizdən nə istəyir? Yəni bu bizim üçün ən çox, daha doğrusu ən az. Ən az A 112'dir, ən çoxu B 204'dür. Cəmi 112, burada var 112, 204 toplasaq 6, 1, 3, 316. Cavab Y variantı. Keçək növbəti suala, 5-ci sual. Tərəfləri 4,8 və 8,5 cm olan düzbucağının enini 25% azaltsaq, uzunluğunu 20% artırsaq, alınan yeni düzbucağının sahəsini tap. Biz bir düzbucağı çəkək. Burada yaxşı alınmadı. Bir daha çəkməyə çalışaq. İndi düzbucağının tərəfləri 4,8 və 8,5'dir. Enini 25% azaltsaq. Enini 25%, eni 44,8. 4,8'i 25% azaltmaq nə deməkdir? 25% göstərən ədədə vurub 100'ə bölmək. Burada ixtisar da gedir. 4'də 1. 4,8'i 4'ə bölmək. 4,8'i 4'ə böləndə 1,2 alınır və 25% azaltsaq. Burada nə etməliyik? 4,8'dən də sonda 1,2 çıxırıq. 6, 3,6. Yəni yeni alınan düzbucağının artıq
3,6 eni oldu. Daha sonra uzunluğunu 20% artırsaq, uzunluğu neçədir? Bunu silsək, uzunluğu 8,5. 20% artırmaq burada sonunda toplanacaq. 20%'e vurub 100'e bölürük. Burada nədir? Yəni 5'e bölmək deməkdir. 5'də 1 ixtisarlasaq 8,5'i 5'e bölsək alınacaq 1,7. Amma artırsaq dediyi üçün artıq üstünə gəldik. 8,5 üstünə 1,7 toplayanda 2, 1 yadda 9, 10. 10,2. Artıq yeni düzbucaqlımız. Düzbucaqlını yaxşı çəkək. Yeni düzbucaqlının eni görürsünüz ki azaldı, amma uzunluğu arttı. Sahəsini tapmaq üçün alınan yeni düzbucağımız sahəsini taplayır. Biz də tapaq. Düzbucağın sahəsini tapmaq üçün enin uzunluğuna vurmaq lazımdır. S bərabərdir. Artıq düzəldək. S bərabərdir 10,2 vurulsun 3,6. Onluq kəsrləri alt-alta vuraq. 6, 2, 12. 6 sıfırın 0 1 yadda 6 birim 6 mesela 3 2 6 3 sıfırın 0 3 birim 3 sonra toplayaq 2 7 6 3 virgül sağda 2 dənə olduğu üçün burada sağda 2 dənə cavab artıq kvadrat santimetr 36'dan 172 kvadrat santimetr B variantı. Burada suallarımız bitti. Lisey və gimnaziyalara imtahandan düşə biləcək riyaziyyat və riyazi məntiq suallarına baxdıq. Bütün siniflərə uyğundur. Burada videomuz bitti. Sizə də uğurlar imtahanda.